Əziz izləyicilərimiz, biz Yeni Baxış İctimai Nəzarət Təşkilatı olaraq bu günlərin bölgələri, rayonları ziyarətə çıxmışdıq və Tərtərdən keçdiyimiz üçün özümüzə borc bildik ki, Tərtər rayon şöbəmizin də əməkdaşları ilə bir görüşək, məsləhətləşək, çünki Tərtər də bizim qəhrəman şəhərimizdir. Müharibə dönəmində çox qəhrəmanlıq, şücaətlik göstərən rayonlardan biridir. Və zəng etdik, Rasim müəllim Tərtər rayonuna gəlmək istəyirik, ziyarət eləmək istəyirik. Rasim müəllim dedi ki, çox gözəl, biz hal-hazırda 1-ci Qarabağ müharibəsinin şəhidi Şamil Əhmədovun evindəyik, yəni onun qardaşının yanındayıq, onu yad eləmək üçün təşkilat olaraq bura toplaşıblar. Biz də özümüzə borc bildik ki, şəhidimizin adı ilə bağlı olan bu tədbirdə biz də iştirak eləyək, biz də şəhidimizi ziyarət eləyək, onun ruhuna verilən çay süfrəsində biz də o çay ehsanından dadaq və şəhidimizə rəhmət diləyək. Çox sağ olun ki, Rasim müəllim, siz də özünüz həm bir şəhid qardaşı olaraq, həm köhnə döyüşçü, veteran olaraq daimi şəhid ailələrini ziyarət edirsiniz. Şəhidlərimizin həmişə il dönümlərində, mövludlarında iştirak edirsiniz, onları unutmursunuz, unutturmursunuz, tarixdən tarixə köçürülməsi üçün siz də əlinizdən gələni əsirgəmirsiniz. Bizim təşkilatımızın ən gözəl xüsusiyyətlərindən biri odur ki, heç vaxtı nə qaziləri, nə veteranlarımızı, nə şəhid ailələrimizi və yaxud da şəhidlərimizi heç vaxt unutmurlar və unutturmurlar. Bacardığımız qədər istəyirik ki, bunların problemləri olarsa əgər onların yanında olaq, onlara dəstək olaq, onların istəklərinə, arzularına əməl edək. Ona görə də elə bugün onun üçün bu fikirlə, bu amalla buradayıq. İstəyərdik ki, Rasim müəllimi eşidək və sonra şəhidimizin aldığı məlumata görə çox yaxından tanıyan yaxın bir qonşusu, qohumu və qardaşı buradadır. Onları dinləyək. Rasim müəllim, buyurun, sizi dinləyək. Xoş gəlmişsiniz, Sevinç xanım. Bizim birliyimiz buradan görünür ki, İctimai Təşkilatının birliyi burada bilinir. Demək olar ki, burada şəhidimiz haqqında bir dənə saatlarla, günlərlə danışmaq olar. Şəhidimiz haqqında, bu şəhidimiz Tərtər Şəhidlər kitabıdır. Tərtər Əhmədov Şamil İsmailoğlu 1973-cü ildə Tərtər rayonunun Düyərli kəndində anadan olmuşdur.
O hərbi xidmətdə o Rus Sovet Birliyində orada xidmətini yalçı başa vurduğu üçün yahut da könüllü Tərtər batalyonunda xidmət eləmişdir. Burada xidmətdə çox şücaətlər göstərmişdir. Bu Ağdərə deyilən yerdə bu şeytan yuvası adlanır burada. 27 dekabr 1993-cü ildə Ağdərə istiqamətində Madarqız kəndi deyilən, indiki o vaxt Madarqız deyirlər, indiki o Suqovşan kəndində orada şəhidlik zirvəsinə uzanmışdır. Allah şəhidimizə rəhmət eləsin, məqamı yüksək olsun. Biz onun haqqında o kəndin həm qohumu, həm kəndin sakitçiliyinə polisçi olubdur. Bir də qardaşı Rafael'dan xahiş edirdik, bir neçə kəlmə şəhidimiz haqqında izahat versinlər bizə. Çok sağ olun müəllim. Xanım siz de hoş geldiniz. Size de böyle teşekkürümüzü bildirdik ki bu şehitlerin hakkındaki veteranların ellerinin hakkında birleşiyorsunuz. Allah tadınızı sasın. Çok sağ olun, Sağ olsun borcumuz var. devletimiz de, büyükler de, İlham Əliyev de, cemiyetlerin səbiri de, o Şamil dediğimiz kardeş başına dönüm çok mərfətli qanacaqlı döyüşçü olur. Sürüddin müəllim var, Yusubov, cemiyetin səbiridir. Onunla bir yerde olur. Vəzir Allah ölümləri rəhmət eləsin. Milli qəhrəman onunla bir yerde olur. Onun qəhrəmanlıqlardan çox danışırlar. Çox da eşitmişdim. Mən orada polis başlayacağını işləyirdim. Bizdən mühazə polisi deyirlər. Orada qarosları nəşən edirdik də, gözətçilərin nəşən olmuşuq. Bəli, 20 il, 1 ay, 12 gün iş xidmətim var. Bir döyüşçü kimi, bir polis kimi, bir kətçi kimi. Mən fəxr edirəm ki, bizim bu gördüyümüz qəhrəman tərkəbi, Düyəri kəndindən şəhidimiz var. Özdə hansı şəhid? Milli qəhrəman adına layiq görülən şəhidlərdir. Bizə xanıma xahiş edəcəm ki, ola bilərmi ki, orada da böyük, orada da deyərlər ki, doğrudan da bunların hansı ki sücət göstərirlər, ha? Bunların haqqında milli qəhrəmanların sayı artsın. Onda bizim ürəyimiz sakit ola bilər ki, bir asakal kimi, bir döyüşçü kimi, doğrudan da bizim kətdə də bir milli qəhrəman olub. Səbəb olar, olmaz, sənin başına O durmayı. milli qəhrəman kimi tanınır. Bəli, bəli. Dövlətimiz qiymətləndirir onu. Çox sağ olun, gəlmişsiniz, əziyyət çəkmişsiniz. Yenə Borcumuz da o söz değil. o cəmiyyətə böyük təşəkkürümü bildirim, ağsaqqallar adından. Bir də şəhidin də qardaşı yanındadır, sən də bir iki kəlmə deyib olsun. Allah köməyiniz olsun, Allah tağanağına Hoş rəhmət eləsin. gəlmişsiniz. Həmişə siz gəlin ayaqlarınızda varsın bu qəhrəman tərəfə. Təşəkkür edirəm. Mənim qardaşım həmişə döyüşüb vəzirlə, Elmanla, Milli qəhrəmanlar. milli qəhrəman, Azərbaycanın milli qəhrəmanı. Döyüşüb belə həmişə də neçə dəfə də yaralanır, 2 dəfə də yaralanır. Amma yenə gedir. Neçə nəfər də məsələn İlham adlı Əllər Cəmiyyətinin sədri vardı. Onu da bax gedir onu çıxardır. Ölümdən qurtarır. Həmişə də ki, İlham mənə deyir ki, ömür boyu sizin aləyə mən can borcum var. Mən təşəkkür edirəm ki, bir daha rəsm sizdə xoş gəlmişsiniz. Gəlin ayaqlarınızda var olsun. Həmişə də bütün millətdə də elə şəhidlərimizin ruhu şad olsun. Onların səbəbinə belə yaşadı. İnanmırdıq ki, belə gözəllikdə məsələn kimin anadı Xankəndi ermənilərdən boşaldı. Sağ olsun elə prezidentimiz də elə mehriban Sağ olsun, da sağ olsun. təşəkkür edirəm. Hamısı sağ olsun. Şəhidlərimizə borcumuz var. Borcumuzdur bizim Aslında şəhidimiz. baş ərik, Allah rəhmət Allah qazilərimizə can sağlığı versin. Qazilərimizə də can sağlığı, uzun ömür. Millətimizi qorusun. Millətimizə can sağlığı. Allah oğla bir üstündən götürsün. Amin, amin. Həmişə təşəkkür edirəm. Sağ olun, sağ olun. Əziz